önəmli məqamlardan biri də biz buna daxili müqavimət deyirik. Məsəl üçün insan deyir ki, mən idmana getməliyəm. Bunda necə olur deyir. Bunun önəmini bir yerdə də dərk eləyir. Hani dostlarla oturur deyir, mən idmana getdim, özümü gümrah hiss edirəm. Biri deyir enerjim qalxdı, biri deyir bədənim belə düzəldi, biri deyir özümü quş kimi yüngül hiss edirəm və s. və ilə axır enerjikəm. Aha bu deyir, aha birinci gündən başlayacağım. Həmişə də çox sayılı birinci günlər olur. Məndə bitmir olur. Yeni ildən də olur, yeni ildən başlayacağım. Bəlli bir period qoyurlar, çox doğru vurğuluyursa. Başlayacağım deyirlər, amma o yaxınlaşdıqca, həmin dövr yaxınlaşdıqca daxili müqavimət başlayır özünü göstərməyə. O sıxıntıdır. Getməyə müqaviməti var. Getməyə müqaviməti var deyəndə artıq psixoloji müdafiə mexanizmləri işə düşür. Bu müdafiə mexanizmləri nədir? Onların funksiyası səni o sıxıntıdan qorumaqdır. Deyirlər, yol uzundur, orada probkadır, maşın saxlamağa parking olacaq, o pişi duş var və yaxud da ki, ağır trenajörlər var və s. İnsan bəhanə axtaranda tapır onu. Onu böyüdür. Psixoloji müdafiə mexanizmləri özünü necə göstərir? Bariz olaraq necə göstərir? Yaxşı formam yoxdur, dəyişdirməliyəm və yaxud krasovkamı dəyişdirməliyəm və s. və ilə axır şəklində indi vaxtım yoxdur, falan layihəni eləyim, sonra eləyərəm şəklində daxili müqavimət özünü göstərir və dediklərini eləyə bilmir. Məsələn, falan layihəyə başlayayım, falan kitabı oxuyum, falan kitabı yazım. Bəziləri deyir, mənim motivasiyam yoxdur. Yanlış anlayırlar çünki. Motivasiyan olmasa sən o sıxıntını keçirtmərsən ki, mən bunu eləməliyəm. Deməli, motivasiya var ki, sıxıntı keçirdirsən. Amma səni durduran şeylər, Firuz bəyin dediyi kimi, daxili müqavimətdir. Niyə? İşə ağrılar bağlamışıq. İnsanın zehni iki istiqamətli işdir. Bir həzz, bir ağrıdır. Olduğumuz vəziyyətdə... Və mükafatlandırma sistemi də. Bəli, yaxşı hiss eləmək istəyirik, bir də pis hiss eləməkdən qaçmaq istəyirik. Bəziləri komfort zonası deyirlər. Komfort zonası deyilən bir şey var. Komfort zonasının içində hər şey rahatdır. Ondan kənara çıxanda diskomfort verir. Yəni, insan bilinməyən həzzi, bilinən ağrı ilə müqayisə eləyəndə bilinəni seçir. Yəni, qeyri-müəyyənlikdən qaçarıq. Kritik nöqtə bunun üzərindədir. O nöqteyi nəzərdən insan tanış olunmayandan qaçır. Bax, adicə hər hansısa bir yerə, bir kafeyə gedin, bir restorana gedin, bir yerdə oturun. İkinci dəfə oraya gedəndə gözünüz hara baxacaq? Keçən dəfə oturduğunuz yerə. Niyə görə? Çünki zehin sənə deyir ki, keçən dəfə orada oldun.